bayrama veririk. Tədbir iştirakçıları, əvvəla hər birinizi salamlayırıq. Bugün gördüyünüz kimi Xırdalan 2 saylı tam orta məktəbində bahar şənliyinə toplaşmışıq. Və çox gözəl bilirik ki, Novruz Türk xalqlarına məxsus olduğu kimi Azərbaycanda daha möhtəşəm, daha gözəl qeyd olunur. Və bu bayramların belə yüksək səviyyəsində qeyd olunması hər Azərbaycan xalqının dərin hörmət bəslədiyi milli soy kökümüzdür. Ulu öndərimiz Heydər Əliyev gözəl demişdir. Demişdir ki, Novruz Azərbaycan xalqının tarixi bayramı olmuşdur. Azərbaycan xalqının tarixi kimi onun da keşməkeşli, enişli, yoxuşlu yolları olmuşdur. Və bugün müstəqil respublikamızda Novruz bayramını devlət bayramı kimi qeyd edilməsi bunu göstərir ki, bizlərin Azərbaycan xalqının tariximizə, dərin kökümüzə özümüzün məhəbbəti və silinməz izləri buraxmışdır. Və mən bugün sizin hər birinizi bu bayram münasibəti ilə təbrik edirəm və sizin hər birinizin ailə üzvlərinə gözəl həyat tərzi, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, ilimiz uğurlu, bol, ruzulu olsun. Və çox gözəl bilirik ki, bugün bizim günü-gündən çiçəklənən, gözəlləşən Abşeron rayonumuz Respublikamızın sənətkar mərkəzi olmuşdur. Mərkəz rayon olduğu üçün biz fəxr etməliyik ki, bu rayonda işləyir, bu rayonda təhsil alır və bu rayonda bayram şənliklərinə qoşuluruq. Artıq bir neçə gündür silsilə şəklində qeyd olunan bayram şənliklərinə bizlər sizlərlə birlikdə qoşulmuşuq. Odur ki, bir daha sizlərin hər birinizi təbrik edirəm. Sizə uğurlar, can sağlığı, gözəl, bol ruzi, məhəbbət, dostluq arzulayıram. Çox sağ olun. Bahar, istəklimsən, başdan, binadan, ən gözəl qızısan, sən təbiətin. Xoşbəxt yaranmısan, xoşbəxt anadan, gözünün odusan, şeirin, sənətin, ən gözəl qızısan, sən təbiətin. Novruz gəzəli vətəni, səsləyər yasəməni, bəzəyər bənövşələr, bütün çölü, çəməni. Qızlar fala baxarlar, bulaq üstə çıxarlar, ətirli bənövşəni, dərib döşə taxarlar. Novruz bayramının mənşəyi çox qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, möhüm libas geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi din xadimləri belə bir fərqliyə uydurmuşlar ki, Novruz bayramı güya 4-cü xəlifə ərinin hakimiyyətə gəldiyi günlə əlaqədardır. Orta əsr müəllifləri şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrini, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Novruz bayramı təbiətin oyanması, təsərrüfatın başlaması ilə bağlı olduğu qeyd olunmuşdur. Həyat və bollluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunan səməni, onlarımız tərəfindən yazın başlanması, təbiətin yenidən canlanması kimi qiymətləndirilir. Əgər səməni yaxşı cücərib boyatsa, bu deməkdir ki, bol məhsul olacaq. Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllıdır, həm də ki, əkinçiliyin rəmzidir. Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun özünə məxsus mövsüm və mərasim nəğmələri yaratmışdır. Novruz bayramı Azərbaycanla yanaşı İranda, Türkmenistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda və Qırğızstanda təntənə ilə qeyd edilir. Mart ayının 21-i beynəlxalq Novruz günü elan edilmişdir. Novruz şimal yarımkürəsində astronomik yazın başlandığı gecə-gündüz bərabərliyi günündə martın 20-si, 21-i və 22-si keçirilir. Bir sıra xalqlar Novruzda çoxlu şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Novruz bayramında bir çox adətlər yerinə yetirilir. Papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, südləri qarışdırmaq və s. Novruz bayramına qədər 4 çərşənbə olur. Bu çərşənbələrin hər birinin öz adı
özünə məxsus inancları var. Boz ayın 4 müqəddəs çərşənbəsindən birincisi su çərşənbəsidir. Hamı gün doğmamış su üstünə gedər, təzə suda əl üzünü yuyar, su üstündən atlanırlar. İkinci çərşənbə od çərşənbəsidir. Ocağın yanar olsun, ocağın odlu, süfrən dadlı olsun. Odda yanmaz, suda batmaz o, oda söyməzlər. Oddan pay olmaz kimi məsələlər söyləmiş və bu məsələlər də bugünkü günümüzə qədər öz milliliyini qoruyub saxlamışdır. Üçüncü çərşənbə yer çərşənbəsidir. Yer və külək oyanmış suyu, odu hərəkətə gətirir. Yatmış torpağı qızdırır. Yer çərşənbəsində əsasən isti külək yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Dördüncü çərşənbə isə torpaq çərşənbəsidir. Torpaq elin ən böyük sərvətidir. Torpaq insanın dayağı, ən böyük neymətidir. Novruz günü torpağın nəz neyməti olan meyvələrlə süfrədə bəzədilir. Torpağında həmişə gül bitsin, torpağın yada qismət olmasın, torpağında qara yerlər əsməsin, torpaq oğuzlayan qızıl oğuzlar. Axır çərşənbə axşamı qulaq dalına çıxarlar. Subay qızlar fala baxarlar. Axır çərşənbə axşamı tez yatmazlar. Axır çərşənbə axşamı evdə qazan asarlar. Bunların hamısı milli bayramımız olan Novruzun adət-ənənləridir. Bu adət-ənənlər hələ eramızın əvvəlində 8-ci əsrdə başlamış və indiyə qədər öz milliliyini qoruyub saxlamışdır. Hələ indiki zamanımızda keçirdiyimiz bayramlarda öz reallığını itirməmişdir. Novruz sözünün mənası yeni gün deməkdir. Günəş öz çağlarının ətraf aləmə saçması, qışlağın cəhcəhəsi bu bayramın gəlişindən xəbər verər. Əziz müəllimlər, şagirdlər və qonaqlar, bayramınız mübarək olsun. Bir nimçəyə düzülsün, 7 löyün şirniyat, qoğal, qovud, paxlava, idə badam, qoznavat, yansın hər evin şamı, gəlir Novruz bayramı, tonqal çatak həyətdə, könül atsın məşəllər, öz bəxtini sınasın, bizim qönçə gözəllər, tapın iynəni camı, gəlir Novruz bayramı. Bilelinde xonça
yerlərə gəlib çıxan Novruz bayramı, xoş gəlmişsən. Novruz bayramı özü ilə bərabər sevinç, şadlıq gətirir. İndi isə gəlin rəqs edək, sevinək, deyək, gülək, şənlənək. Oxuyun, oxuyun. Gəlib salam versənə, çömçəni doldur sana, çömçəni yola salsana, al uyruğunu, uyruğunu, saqqalı iç uyruğunu, al bir oyun eylər, bir oyun eylər. Ay bu çosa hardan gəlib, süzülüb yandan, yolu qoyub dandan gəlib, onları mərdan gəlib. Gəlsənə, gəlib salam versənə, çömçəni doldursana, məclisi əylənsənə. Ay çosa gəlmisən, gəlmisən meydanəsən, almayınca xayını, çəkilmə bir yanəsən.
şahı, incə belli, qırmızı kəmərli səmənimiz var. Gəlin indi səməni rəqsdə tamaşa edək. Kursumuzdan sana bir şey vereyim. Yanında yumurta dövüştürün. Kim olursa kursundakiler onun olsun.
Seyit kişilik. Bu şey de gelsin. Önce bir tarafı, o bu çakısı gelsin. Bize de kadar doğru bir şey için var. Bunları da paylaşımlar. Sorun direkt söylüyor. İlk bizim soruda özür Şimdi kadar ama biraz uzadan. Uzadan. Allah. Çok sıkma, açık. Siz hemen üstünde. Bir bayram koncası gönder. Haydi oynayın. İndi sen. Quşların qanları dərdicə düşər, qəlbləri naləyə gələ xürüşər. Göllərdə ceyranlar başlaya rəqsər, ceyran qızıları belə sərçər. Gəlir Novruz bayramı, ilin əziz bayramı, qədəmlərin xoş olsun, Novruza deyir hamı. Oxutar, oxutar, səsindən ən lətif şeylər dinləyin. Oxutar, bir qədər nəğməni, su kimi alışan ruhuma çiləyim. Oxutar, səni kim unudar? Ey geniş kütlənin duzu, şərbəti, alovlu sərvəti. Oxutar, fikrimdə oyansın baharın, Seyidin qəzəli. Oxutar, ruhlansın Şirvanın, Gəncənin mehriban gözəli.
İndi isə tarda ifa edir Şirindi Əlizamil.
Azərbaycan.